Qaldı ki, xanımın ərə getmək məsələsinə. Xanım məsələn, əgər yoldaşı şəhid olursa, şəhid olandan sonra iddə gözləyir və yaxud da adi ölümlə ölürsə, xanım ərindən sonra iddə gözləyir, ondan sonra ikinci ərə gedir. Və yaxud da məsələn, bundan məsələn ki, birinci rəhmətə getdi, iddəsini gözlədi, ikinci ərə getdi. İkinci ərə də məsələn bunu boşadı. Məsələn 10 il, 20 ildən sonra məsələn bunu boşadı. Bu təzədən əri boşanandan sonra 3 ayını gözlədi. 3 aydan sonra yenə bir qadın ərə gedə bilər. Yəni bunu yadda saxlamaq lazımdır ki, qadın başqa ərə getmək üçün, yəni çoxlu kişi ərə getmək üçün birinci kişidən boşananda və yaxud da ki, əri öləndə ortada iddə saxlamalıdır. Bu 3 ay iddəni gözləyəndən sonra, həmişə iddələrə belə deyək ki, riayət edəndən sonra qadın neçə dəfə də olsa ərə gedə bilər. Onun heç problemi yox. Yəni eyni anda gedə bilməz. Yəni bir anda məsələn bir kişi 4 dənə qadın ala bilir, amma bir anda qadın 4 dənə kişiyə ərə gedə bilməz. Amma ayrı-ayrı vaxtlarda, arada o iddələr olanda ola bilər. Məsələn, dediyim kimi, birinci qadın ərə getmişdik, əri şəhid oldu. Şəhid olandan sonra ortada o fasilə ki, iddə deyirlər, o keçdi, getdi ikinci ərə. Bir müddətdən sonra məsələn, əri qəzaya düşdü, öldü. Yenə iddə saxladı, getdi başqa bir ərə. Ondan boşandı, 3 aydan sonra məsələn, yenə getdi başqasına. Bu cür neçə dəfə olsa gedə bilər. Amma bu şərtlə ki, yəni o iddə ərindən qabaqki ərinə iddələr qurtarmış olsun.